Azərbaycan Əməkdaşlar İttifaqları Konfederasiyası və üzv təşkilatları Novruz bayramı münasibətilə Respublikamızın müxtəlif şəhər və rayonlarında uşaqlar üçün silsilə bayram tədbirləri təşkil edirlər. Şənliklər çərçivəsində azyaşlılar üçün rəngarəng və əyləncəli proqramlar təqdim olunur, müxtəlif oyunlar təşkil edilir, uşaqlara bayram hədiyyələri verilir. Bayram tədbirləri Şərqi Zəngəzur və Qarabağ bölgəsində yaşayan uşaqları da əhatə edib. Mən şadam ki, bu Füzuli torpağında Novruz bayramını qeyd edirik. Bütün uşaqları, ailələri, hərbiçiləri təbrik edirəm. Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi və Xocalıda keçirilən şənliklərdə Konfederasiyanın nümayəndələri uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onların öz doğma torpaqlarında bayramı qeyd etmələrinin xüsusi sevinç və qürur hissi doğurduğunu vurğulayıblar. Novruz gəlir yurduma, yerci necə şad olur. Çünki səndəklər, könüllər abad olur. Yaşıllaşıb yenə də təbiət düşə gəlib. Nə xoşdur vətənimə, bayramlar qoşa gəlib. İlaxır çərşənbənin bir başqadır növrağı, əsri dünyadan gəlir. Onun səsi sorağı, Novruz bayramınız mübarək. Mən çox sevincliyəm ki, bu Novruz bayramımızı doğma kəndimiz Cəbrayıl rayonu Horovlu kəndində qeyd edirik. Mən buradan bütün dostlarıma və qohumlarımın Novruz bayramını təbrik edirəm və sizin də Novruz bayramınızı təbrik edirəm. Tədbirlərdə həmçinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Respublikamızda uşaqların sağlam, hərtərəfli və vətənə layiqli vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən bəhs olunub. Eyni zamanda 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb. Gəlir Novruz bayramım, yandırmışıq dışarı, tonqallar aşırdı, tezini daşıbıdır.